salut au Centre culturel de l'ambassade d'Azerbaïdjan. Madame l'ambassadrice est absente, mais vous envoie ses bonjours. Et je vous présente Olivia Mamadli, qui est connue comme blogueuse, chef sur les réseaux pour la cuisine d'Azerbaïdjan. Elle fait toutes ses présentations en russe et en azéri. Aujourd'hui, nous avons un traducteur avec nous, mais normalement c'est un grand flûtiste, mais il nous aide aujourd'hui. Aragahim Gouliyev, Olivia Mamadli, le photographe Maya Bagiroba, et nous avons une petite installation des peintures d'Azerbaïdjan avec la fondation d'Asma Darmanbekova. Cet événement est possible grâce à la fondation, l'aide de la fondation du comité de diaspora d'Azerbaïdjan. Je vous remercie tous. Après, suite à la présentation, vous allez goûter aux pâtisseries d'Azerbaïdjan, le thé d'Azerbaïdjan aussi, et certains jus de fruits. Et vous allez apprendre comment faire le dolma à l'azéri. Bonne dégustation et bonne écoute. Təşəkkürümü bildirim məni bura dəvət eləmək üçün Azərbaycan diasporası və məhz Leyla xanım, Azərbaycan səfiri Fransada olan, mənim üçün böyük bir şərəfdir sizi burada görmək və çalışacağım bugünkü təqdimatı sizə layiq aparır. Bugünkü dolmamız xanlıq mətbəxidir. Və hər bölgədə demək olar ki, identik hazırlanır. Sadəcə fərqli 200-dən çox dolma çeşidləri var. Dolmaların kraliçası demək olar ki, yarpaq dolmasıdır. Və yarpaq dolması təbii ki, hamımız görürük, başa düşürük, üzüm yarpağından hazırlanır. Üzüm yarpağı deməli tünd rəngdə gördüyünüz, pişmiş rəngdə gördüyünüz Bakıdan gəlib, Azərbaycandan gəlib. Bu isə Rəhim mənə kömək edin, zəhmət olmasa Paris'in yarpaqlarıdır və böyük fərq ölçülərdə siz görmürsünüz. Azərbaycanda məhz Bakıda, Abşeron yarım adada Ağşanı üzüm yetişir və Ağşanın üzümün yarpağı onunla fərqlidir ki, dolmanı hazırlayarkən onun rəngi elə bu rəngdə qalır. Dolma üçün rəng ümumiyyətlə önəmlidir. Mən sizə göstərim, bu bizdə bişmiş haldır. Biz bunu may aylarında bağlayırıq, bağlamalarda, bərnilərdə. Hər bir ölkədə boldur, maşallah. Göyərtilərdən isə Azərbaycanda bütün göyərtilər bitir. Bilirəm, Avropada göyərtilərin çeşidi azdır. Ən populyar göyərtilər şüyüddür, keşnişdir, tarxundur. Yəni tarxunu çünki biz vurmuruq, çünki o çox ətirlidir. Dominant kimi olmasın. Sonra təzə soğan, kəvər bizdə əsas da çox. Aydarxan, Qazaqlılar daha çox kəvər istifadə edirlər. Sonra cəvəri varsa vura bilərsiniz, nanə varsa nanə vura bilərsiniz. Nanə biz yayda vuruduruq, qış boyu biz işlədirik. On rajoute aussi l'amande séchée. Sonra bizdə gelir sarı kök, le curcuma, autant que vous voulez. Duz təbii ki, mən bilirəm ki, Avropada, Fransada yaşayanlar duzlu yeməklər sevmirlər, amma biz Azərbaycanlılar nə qədər çox duzlu olsa, o qədər yemək dadlı olur. On rajoute qui est présenté. Ətri hiss edirsiniz? Ətri hiss edirlər. Vous sentez l'odeur déjà ou pas? Mikrofonun zəhmət olması ümid edirəm ki, bu yormayacaq. Ümumiyyətlə, dolmanı bitmək ailədə tək yeməyi pişirmək deyil.
doğmanı biz dükkanda bak belə bizim uşaqlarımız da gəlir, oturur masada, analara, böyüklərə, bacılara kömək edirlər və biz belə 5, 6, 8 əllə dolmanı dikərək başlayırıq uşaqlarımızı tərifləmək, uşaqlığımızı yada salmaq, valideynlərimizi, yaşlı nənələrimizi, babalarımızı yada salmaq. Yəni, dediyim kimi dolma pişirmək, dolma dökmək büyük bir mədəniyyətdir, büyük bir fəlsəfədir və fenomeni Proust dilir, Proust fenomeni yaradır. Yəni, hərəmiz öz anamızın, nənəmizin pişirdiği dolmanı hatırlıyoruz. Bakın, gösterdim hanımlara. Bir de göstereyim, zahmet olmasa. 1, 2, her tərəfli, 3, dolmadan qorxmuruq, 4, 5, 6. Ümumiyyətlə onu da vurgulamaq. Azərbaycan mətbəxi dediyim kimi o qədər zəngindir, bir kitabxana belə yetməz. Həqiqətən bir ömür yaşamağı belə yetməz. Azərbaycan mətbəxi nəinki mədəniyyətdir, nəinki tarixdir, nəinki ənənələrdir. Azərbaycan mətbəxi o ailə olmağın bir birliyidir. Bizdə yeməklər həmişə biz yeməkləri yeyəndə analarımızı, nənələrimizi xatırlayırıq. Və hamımız, siz, biz, yəni kültürdən, mədəniyyətdən, millətdən, xalqdan asılı olmayaraq həmişə uşaqlığımıza qayıtmaq istəyirik. Ona görə bizim üçün hər bir təamın bir mənası var, bir bayramı var, bir ənənələri var, toydur, bayramdır, Novruz bayramdır və s. Hamınıza dərin təşəkkür bildirirəm, çox sağ olun ki, gəldiniz. O masada və bu masada burada dolma degustation edə bilərsiniz, dad edə bilərsiniz, baxa bilərsiniz və bizim şirniyyatlarımız, milli şirniyyatlarımız da var, onları da dad edə bilərsiniz. Ayaqlarınıza sağlıq və hamınıza dərin təşəkkürümü bildirirəm. Öz adımdan və bütün Azərbaycan xalqından. Donc la cuisine en Azerbaïdjan, c'est pas tout simplement la culture ou partie de la culture.